Göyçay rayonu yeni icra başçısı Orxan Mürsalov 19-11-2025-ci il tarixində Göyçay rayonunun kəndlərində nümayəndələri və kənd bələdiyyəsi ilə səyyar görüş keçirilib. Qarayazı kənd qəbristanlığında şəhidlərimizi ziyarət edib və kənd sakinləri ilə görüşüb. Ardınca Şasoltanlı kənd qəbristanlığında 44 günlük vətən müharibəsində şəhid olan Ağayev Ülvi Valıhoğlunu məzarını ziyarət ediblər və ruhuna dualar oxunub. Şəhidimizin atası ilə qısa söhbət edib. Allah lazım olsa bizim qapımız sizin üzünüzə açıq. Sonra 1-ci Qarabağ Savaşında şəhid olan Məhiyev Əlfağa Nadiroğlunu məzarında ziyarət ediblər. Sonra Yekəxana və Şasoltanlı kənd sakinləri ilə Yekəxana kənd məktəbində görüş keçirilib. Xüsusi müxbir İsmailov Zəkə Bəhlul Həmidov Azərbaycan İnternet televiziya üçün yayımlanmışdı. Göyçay diqqətiniz üçün təşəkkür edirik.